Bismillah, dəyərli dostlar, inşallah bu günlər mən sizdən azotlu üzvü birləşmələrdən danışacağam. Bu birləşmələr hansılardır? Nitro birləşmələri olacaq, sonra olacaq aminlər, amin turşuları və zülallar. 4 qrup azotlu üzvü birləşmələrdən başlayacaq. Birinci dostlar, gəlin başlayaq, görək bu nitro birləşmələr nə olan şeydir. Dəyərli dostlar, nitro birləşmə deyəndə karbohidrogen radikalının bir və yaxud da bir neçə dənə nitro qrupla birləşməsindən əmələ gələn maddə nəzərdə tutulacaq. Nə demək istəyirəm? Baxın, məsələn üçün, karbohidrogen radikal deyəndə, deyək ki, məsələn, belə bir karbohidrogen radikalı götürək, seçək, metil radikalı olsun. Baxın, buna bir dənə NO2 qrupu birləşdirirəm və bu adlanır nitro birləşmə. Və yaxud da belə bir şey olsun, C6, normalda benzol bilirsə C6H6 idi. Mən ondan bir hidrogen çıxarsam, qalır C6H5 və ona NO2 qrupu birləşdirirəm. Baxın, bunların ikisi də nitro birləşmədir. Dəyərli dostlar, nitro birləşməni şagirdlər çox vaxt nə ilə qarışdırırlar? Mürəkkəb efirlərlə. Fikir verdinizsə, burada radikalla NO2 birbaşa birləşdi. Bir dənə də bir şey deyim, baxın. Bir dənə buna baxın. CH3, OCH3. CH3 nədir? NO2. Baxın, bu maddəyə bir dənə diqqət edək. Burada gördüyünüz kimi NO2 qrupu radikalla oksigen vasitəsilə birləşir. Bu nitro birləşmə deyil. Bu mürəkkəb efirdir. Deməli, nitro birləşmə olması üçün deməli, NO2 birbaşa gəlib radikalla birləşməli idi. Dəyərli dostlar, bunları adlandırarkən nə edəcəyik? Nitro şəkilçisindən istifadə edəcəyik. Və lazım onda da NO2 qrupunun yeri göstəriləcək. Yəni, nə demək istəyirəm? Məsələn üçün, baxın, bu maddənin adı CH3, NO2. Buna deyəcəyik nitrometan. Bitdi, bu qədər bəsitdir məsələ. Və yaxud da bu maddə, yəni C6H5NO2. Nə olacaq dostlar? Nitrobenzol. Bu qədər bəsitdir məsələmiz. İndi uşaqlar, birdən bəs karbon sayı çoxdur, şaxəlidir, falandır, filandır. Onda bəs nə edəcək? Gəlin bir dənə nümunə yazaq. Məsələn üçün, CH3, CH3, deyək ki, məsələn, CH NO2, CH3. Belə bir maddə verilibdir. Əzizlərim, belə bir şey olacaq. Öncəliklə nitro qrupu, yəni NO2 qrupu hara yaxındırsa, o ucdan nömrələmə başlayacaq. Yəni, baxın, 1, 2, 3, 4. Bir daha deyim, NO2 qrupu bu uca yaxındır deyə buradan başladım. Götürüb NO2 qrupunun birləşdiyi karbondan başlamırsa, o ucdan başlayırsınız. Və sonra nə edəcək dostlar? Birinci növbədə nitro qrupun adı və onun ünvanı göstəriləcək. Daha doğrusu ünvanı və adı göstəriləcək. Yəni, nə demək istəyirəm? Nitro qrupumuz ikinci karbona birləşib. O yüzden deyəcəm, 2 nitro, sonra radikala baxıram. Radikalımız da 3-cü karbona birləşib. Baxın, radikal bu CH3 idi. 3 metil, bitdi. Daha radikalım da getdi, nitro qrupum da getdi. 4 karbonlu alkana nə deyərdilər dostlar? Butan deyərdilər. Bitdi. Deməli, 2 nitro, 3 metil, butan bu maddənin adıymış. Dəyərli dostlar, bunların quruluşuna diqqət edəndə nələr var? Deməli, nitro birləşmələrdə azot atomu 4 valentlidir. Buna xüsusən diqqət edək. Oksijləşmə dərəcəsi müsbət 3-dür və sp2 birləşmə vəziyyətindədir. Sonra keçək növbəti məsələmizə. Alınması məsələsi. Dəyərli dostlar, alınmasında nələr var? Birinci növbədə alkanların Konovalov reaksiyası var idi. Yəni, alkanların nitrat turşusu ilə reaksiyası. Uşaqlar, alkanların məşhur nümayəndəsi, baxın, metandır. Yazılır CH4. Mən onu belə yazıram. CH3H. Bir də nitrat turşusu. Nitrat turşusu da dostlar yazılır HNO3. Mən bunu belə yazıram. HONO2. İndi bu iki maddəni bir-birinə reaksiya aparaq. CH3H üstünə gəlirəm HONO2. Deməli, bu gözünə döndüyüm NO2 ilə buradakı H bir-birinə birləşirlər və nəticə etibarı ilə əmələ gətirirlər su. Yerdə nə qaldı?
birindən CH3, birindən də NO2. Bunlar da bir-birinə birləşirlər. Nitrometan əmələ gətirdilər. İkinci metodumuz aromatik karbohidrogenlərin də həmçinin nitrat turşusu ilə reaksiyası. Yəni, bu da Konovalova bənzər bir reaksiya. Məsələn, dostlar, deməli var C6H6, hansı ki biz buna benzol deyirik. Mən bunu belə yazıram. C6H5H yazıram. Yenə də nitrat turşusuna reaksiya aparacaq. Baxın, C6H5H, üstünə gəlirəm HONO2. Əzizlərim, baxın. Yenə də OH nitrat turşusunun H da buradan birləşərək əmələ gətirdilər. Suyu yerdə nə qaldı? Birincidən qaldı C6H5. Yazıram bura C6H5. İkincidən nə qaldı? NO2 qalıb. NO2'ni də buraya yazdım mı? Bitdi. Nitrobenzol. Nəhayət növbəti reaksiyamız. Alkil halogenid üstünə gəlim natrium nitrit. Uşaqlar, alkil halogenid nə deməkdir? Elə ki, alkandır. Bir karbon hidrogenin çıxarırsınız, alınır alkil radikalı. Onu da birləşdirirsiniz. Deməli, halogenlə olur alkil halogenid. Yəni, məsələn, nə demək istəyirəm? CH4'dür. Bundan bir dənə hidrogen qoparsam nə olur? CH3 olur. Onu da xlorla birləşdirsəm nə olur? CH3 xlor olur. Bax, bu alkil halogeniddir. İndi mənə nə deyir? Deyir, bunun üstünə natrium nitrit gələk. Olsun CH3, deməli, xlor, üstünə gəlirəm natrium NO2. Burada nə baş verir? Natrium deyir ki, xlor, gəl, biz birləşək bir ittifaq əmələ gətirək. Olsun. Nə olur dostlar? Natrium xlorid olur. Yerdə nə qaldı? Birindən CH3, birindən də NO2 qaldı. Bunlar da birləşincə nitrometan NO2. Nitrometan deyə bir şey əmələ gəldi. Dəyərli dostlar, mənim deməli sizə bunların izomerliyini demədim. Qoy tezdən bunların izomerliyində deyim. Dəyərli dostlar, bunlarda təbii ki, quruluş izomerliyi var. Bunlarda da bütün üzvləşmə siniflərində olduğu kimi optik izomerliyi var bunlarda. Yəni, məsələn, sürətli bir şəkildə qoy deyim. Quruluş izomerliyi deyəndə nə başa düşür? Baxın, CH3, CH2, 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 NO2. Bir bunu düşünün. Bir də eyni maddəni yazdım, sadəcə biraz fərqlə. CH3, CH3, CH2, NO2. Hər ikisində 4 dənə karbon var. Sadəcə o, hər ikisində birinci karbona birləşib NO2 qrupu. Sadəcə olaraq birində deməli düzdür, digərində isə şaxəlidir bizim bu karbon zənciri. Dahası, deməli, dedik quruluş izomerliyi var idi. Bir də NO2 qrupunun yerinə görə vəziyyət izomerliyi də var. Nə demək dəyərli dostlar bu vəziyyət izomerliyi? Baxın, məsələn, bu maddəyə baxaq. CH3, CH2, CH2, NO2. Bir bu maddə var, hansı ki, birinci karbona birləşib NO2 qrupu. Yenə eyni şey yazıram. CH3, CH3 və NO2. Diqqət edin, hər ikisində 3 karbon var. Amma birisində ikinci karbona birləşibdir nitro qrup, birisində isə birinci karbona birləşib. NO2 qrupun yerinə görə vəziyyət izomeridir bu. Dəyərli dostlar, dahası son optik izomerlik. Yenə də bunlarda da var. Nə demək istəyirəm? Asimetrik karbon deyə bir karbon olmalıdır bunun üçün. Baxın, bir karbon düşünün. Bir tərəfindən bunun nitro qrup birləşib, bir tərəfindən bunun hidrogen birləşib, bir tərəfindən metil qrupu birləşib, bir tərəfindən deyək ki, etil qrupu birləşsin. Əzizlərim, buna diqqət edin. Bu qırmızı ilə boyadığım karbonun, bu qara gülün heç dörd tərəfinin dördünün də fərqli qrup birləşib. Heç birinin eyni qrup birləşməyib. Bunu deyərlər asimetrik karbon. Asimetrik karbon varsa, burada optik izomer var deyəcəyik. Keçən növbəti məsələmizə bunların kimyəvi özəlliklərinə. Ən önəmli xasiyyətlərindən biri dəyərli dostlar, bunların hidrogenlə reduks olunduqda aminlərə çevrilməsi qabiliyyətidir. Gəlin bunu reaksiya olaraq yazaq. Burada sxem olaraq, qəlib olaraq vermişik. Bir dənə konkret reaksiya verək. CH3, NO2 üzərinə gəlirəm H2 alınır. CH3, NH2 və H2O deyə bir şey alınır. Bax, bu gördüyünüz amindir artıq. Az sonra onun barəsində deməli geniş bir məlumat verəcəm, amma hər halda. Dəyərli dostlar, bəs bunlar nitro birləşmələri harda istifadə olunacaq? Birinci, aminlərin alınması prosesində. Sonra partlayıcı maddə kimi bunlar tətbiq oluna bilər. Məsələn, deyək ki, trinitrotolol var. Onun alınmasında. Gəlin bir də ona nümunədə deyim sizə. Trinitrotolol konkret olaraq necə alınır, onu gəlin incələyək.
Baxın, belə bir şey var. Tolol dediyimiz bir maddə var. Yəni CH3 benzol nüvəsi. CH3 qrupunun təsirindən 2, 4 və 6 vəziyyətində olan karbonların hidrogenləri mütəhərrikləşir, yəni əvəz olmağa meyillilik yaranır. Bunun üstünə gəlirəm mən nitrat turşusu 3 mol HONO2. Əzizlərim, əslində baxın, bu düyün nöqtələrində hidrogenlər var. Həmin o hidrogenlər gəlir bu OH-larla birləşir. O zaman nə əmələ gətirəcək dəyərli dostlar? O zaman əmələ gətirəcək 3 molekul HOH, yəni H2O. Bəs onların əvəzinə də NO2 qrupu gedib o benzol nüvəsinə birləşəcək. Nəticədə belə bir şey olacaq. CH3, burada da NO2 qrupu, burada da NO2 qrupu, burada da NO2 qrupu. Dəyərli dostlar, bu gördüyünüz maddə 2,4,6 trinitrotolol, trotil və yaxud da tol adlanır və partlayıcı maddədir. Keçək